yataqxanada partlayış olub və bir ailə. Aşacaq bir günləri sonra deyəcəklər ki, cəmaət qırılıbdır. Bilmirəm, qazandığımı yeməyimi verim, yoxsa ki, müalicəmə verim. Sumqayıt şəhərində yerləşən 9 və 11 saylı yataqxanalarda yaşayış şəraiti son dərəcə acınacaqlıdır. Sakinlər uzun müddətdir ki, ciddi şəraitsizlik, kommunikasiya problemləri ilə üz-üzədir. Bax, tualetə bax, tualet yaman gündədir, su damlayır oradan. Bütün hər yer, yəni pis haldayıq da, yəni. Ondan sonra, indi kuxnamıza bax, gör, kuxnamız. Bir dəfə gəldilər, çəkiliş elədilər, televizorda göstərdilər, yenə həmin şey oldu. Yəni, bizə baxan yoxdur. Bütün ofisiyerlər dəyişildi. Gəlsinlər, bizə də bir yardım eləyib, bizi də bir köçürsünlər. Valla, balkonlarımız yaman gündədir. Aşacaq bir günləri, sonra deyəcəklər ki, cəmaət qırılıbdır. Amma diri-diri bizi niyə öldürürsünüz? Gəlin bir baxın da. Bax, dirəkdir. Bir şey olsa, bunlar açda nə olacaq? Gəlib burada kuxmada yemək pişirirlər. Hamı. Yəni, belə olmur axı. Biz neyiniyək? Kimə gedək dərdimizi deyək? Bütün tualetlərin boruları üstümüzdən axır, su tökülür. Bizi buradan tezliklə azad edin. Ayaq yolumuz bir gündədir, qaz yox, şəraitimiz yox, vəziyyətimi inanırsan pisdir, çox gərgin. Bu hamısı necə də bərbad gündədir. Xahiş edirəm sizdən artıq dərəcədə bir əncam çalın. Vallahi özümüz biz pis gündəyik. Gözün qabağında da bu ayaq yolu nətər koridor, hamısı qaz yox, su damır başımıza. 2004-cü ildə bizim yataqxanada partlayış olub və bir ailə həlak olub. Oğlu, özü qazdan, yəni qaz verilmir. Neçə illərdir Sumqayıtda yaşayırıq. Bu yataqxanada qaz yoxdur. Demək olar ki, hər yerə, bütün qurumlara bildirmişik ki, bizim yataqxanada qaz yoxdur, bərbad vəziyyətdədir. Gəlirlər, baxırlar, çıxıb gedirlər. Padvallar vəbşə bərbad gündədir. Su, mənim elə öz evim nəm içindədir. Yanımdakı qonşunun evi vəbşə bərbad vəziyyətdədir. 9 nömrəli yataqxanadır. 91-ci ildən burada biz qalırıq. Nə qazımız var isbatda, nə suyumuz var. Uçuq bina, hara ayağı qoysan uçuq tökülür. Bir yaşayış yerimiz yoxdur yaxşı. Söz 9 nəfər biz ailəyik, bir otaqda yaşayırıq. Oğlumu da evləndirmişim bir otaqda. Şəraitimizdə yoxdur. Hər bir şey əldən gedir, tökülüb gedir. Bizə bir şərait yaradan yoxdur. Çox deyirlər ki, köçürdəcəklər, nə bilim, neynəyəcəklər hələ, amma bir səs soraq yoxdur mənim balam. İndi xahiş edirik, bizə bir əncam çəkin, bizə bir köməklik eləyin, biz də bir ağ günə çıxaq. 5 baş ailəyi bir yataqxana, bir otaqda, uşağım evlənməlidir, əskərliyə gedib gəlib, antiterror iştirakçısı olubdur. Ancaq heç bir şəraitim yoxdur, yəni heç bir imkanım da yoxdur ki, mən Uqlavoyda qalıram. Vallahi san krisa bizim evə dolur, dəqiqə başı. Bu yaşıllıqla qalxırlar yuxarı, bütün krisalar dolur evə. Padvalları su, evləri uçuq, neçə dəfə Koxnuda orada avariya olub. İndi də alışıb yanıb buraya, evim az qaldı alışdı yansın, 1-ci mərtəbədə oluram. Nəmişlikdən evdə otura bilmirəm. Mən buraya gələndə mənim əlim, ayağım revmatizm xəstəliyi tatmışam. İlin 6 ayında mən müalicələrdə oluram. Bilmirəm, qazandığımı yeməyimi verim, yoxsa ki, müalicəmə verim. Ümumilikdə hər iki yataqxanada yaranmış vəziyyət sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaradır və təcili müdaxilə tələb olunur. Ümid edirik ki, reportaj yayımlandıqdan sonra aidiyyəti qurumlar məsələni dərhal nəzarətə götürəcəklər.